Prezidentin açıqlaması Azərbaycan-Avropa Şurası münasibətlərində yaranmış gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Son illər AŞPA-nın Azərbaycana münasibətdə tutduğu mövqe Bakı ilə təşkilat arasında etimad böhranını daha da dərinləşdirib. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi Bakıda siyasi motivli və ikili standartlara əsaslanan qərar kimi qəbul olunur. Məhz bu qərardan sonra tərəflər arasında münasibətlər əvvəlki mərhələdən uzaqlaşıb. Azərbaycan-Avropa Şurası ilə münasibətlərin qarşıdurma deyil, qarşılıqlı hörmət, bərabər hüquqlu əməkdaşlıq və beynəlxalq hüququn prinsipləri əsasında qurulmasını prioritet sayır. Münasibətlərin normallaşması üçün isə ilk addımın Avropa Şurası tərəfindən atılması gözlənilir. Bu beynəlxalq təşkilat sırf selektiv yanaşma tətbiq edir, ikili standartlarla qərarlar çıxarır, müəyyən mənada, hətta açıq şəkildə qərəzli qətnamələr qəbul edir. Çünki hələ 2001-ci ildə Azərbaycan AŞPA-ya üzv qəbul olunarkən Azərbaycanın qarşısında əsas prioritet o zaman işğal altında olan ərazilərin boşaldılması, torpaqların azad edilməsi, 1 milyondan artıq qaçqınlarımızın öz dədə-baba yurduna geri qayıtması ilə bağlı məsələlərin AŞPA platformasında qaldırılması və 46 üzvü olan Avropa Şurasının Parlament Assambleyasında Ermənistana qarşı müəyyən sanksiyaların, qətnamələrin qəbul edilməsi idi. Amma son 30 ildə biz bunu görmədik. Bunun əksinə olaraq Azərbaycana yönəlik müəyyən insan haqları, demokratiya məsələlərini qabardaraq sərt çıxışlar, qərarlar, qətnamələr qəbul edildi. Və yay sesiyasında da iyunun 22-sindən 26-sına qədər davam edən yay sesiyasında da Azərbaycanla bağlı ayrıca dinləmələrin keçirilməsi onu deməyə əsas verir ki, AŞPA-da hələ də Azərbaycana qarşı qərəzli yanaşmalar var. Xüsusən də Fransadan, Almaniyadan və bəzi Avropa ölkələrindən olan parlamentarilər Azərbaycana qarşı qərəzli çıxışlarını davam elətdirirlər. Təşkilat nəzərə almalıdır ki, Azərbaycanın xarici siyasəti yalnız Avropa istiqaməti ilə məhdudlaşmır. BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, EKO və digər çoxtərəfli platformalarda fəal iştirak ölkənin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bu xətt Azərbaycanın milli maraqlarını müxtəlif beynəlxalq formalarda müdafiə etməsinə və çoxtərəfli diplomatiya siyasətini davam etdirməsinə şərait yaradır. Yəni, AŞPA-dan mümkün çıxış Azərbaycanın beynəlxalq mövqələrinə ciddi təsir göstərməyəcək. Əksinə, bu addım Bakının beynəlxalq təşkilatlarla münasibətlərdə milli maraqlar, suverenlik və bərabər hüquqlu əməkdaşlıq prinsiplərindən geri çəkilməyəcəyi barədə sərt siyasi mesaj kimi qiymətləndirilə bilər.